Uzun müddətdir ki, üzümdə olan vitiligo ləkələrinə görə kompleks yaşayırdım. İndi isə güvənərək gəlmişəm. Əminəm ki, daha yaxşı nəticə əldə edəcəyik. Mən də əlimdən gələni edəcəm ki, o izlər yox olsun. İlk öncə əlbəttə ki, işləyəcəm nahiyəni işarələyirəm. Soruşarsınız, niyə xanım müalicə etmir? Xanım müalicələr çox edib, amma heç bir təsiri olmayıb deyə və mənə yaxınlaşıb. Üz nahiyəsində olanda insan istər-istəməz kompleks edir. Çünki ən görünən nahiyə üz nahiyəsidir. Bəzi yerlərdə ola bilər ki, bunlara önəm vermirlər. Amma bu dəridir. Biz dəri ilə işləyirik. Ona görə də bunlara önəm vermək lazımdır. Gördüyünüz kimi adnarazı iynə. Hər dəfə mən bunu pasiyentin qabağında açıram ki, onun özü də əmin olsun. Aparata taxıram, sonra isə aparatı steril qaydaya salıram. Streçləyirəm. 2 dəfəlik steril edirəm ki, alət steril qalsın. Bu da bizim nəticəmizdir. Xanım kompleksindən azad oldu. Gəlin də özündən soruşaq. Uzun illərdir kompleks edirdim, əziyyət çəkirdim və yaxşı ki, sizi seçdim, sizi gördüm, gəldim. Çox xoşbəxtəm.